Değerli izleyiciler, bir son dəqiqə məlumatı diqqətinizə çatdırmaq istəyirəm. Sürücülük hüququndan məhrum etmə 20 baldan 40-50 bala qaldırılsın. Sürücülər tərəfindən yolda keçirilən uzun saatlar nəticəsində kiçik texniki pozuntular üçün toplanılan ballar sürətlə 20 ballıq həddə çatır. Globalnet.com xəbər verir ki, bunu deputat Naqif Həmzəyev Milli Məclisin bugün keçirilən iclasında bildirib. Hüquqdan məhrum etmə müddəti ərzində sürücülər gəlir əldə eləyə bilmir, ailə öhdəliklərini yerinə yetirə bilmirlər. Bir sıra hallarda işə götürən şirkətlər sürücülük hüququnu itirmiş sürücüləri işdən çıxarmaq məcburiyyətində qalırlar. Qısa müddətli hüquq itkisi belə bəzən uzun müddətli işsizliyə, kredit borclarına və ailə böhranlarına gətirib çıxarır. 20 ballıq hədd əsas işi sürücülük olanlar üçün xüsusi qeyri-ədalətli hesab edilir. Adi sürücü hüququnu itirsə, alternativ nəqliyyat vasitəsindən istifadə edir. Taksi sürücüsü və ya peşəsi sürücü olanlar isə hüququnu itirsə, peşəsini, gəlirini və bir çox halda ailəsinin maddi rifahını itirmiş olur. Bu, sadaladığım problemləri həll etmək üçün hüquqdan məhrum etmə həddinin 20 baldan 40-50 bala qaldırılmasını və ya yalnız kobud pozuntular zamanı bal kəsilməsinin tətbiqini təklif eləyirəm. Ən pis halda isə 2 dəfə yüngül qayda pozuntuları zamanı yalnız cərimə ilə kifayətlənmək olar deyə deputat Naqif Həmzəyev təklif irəli sürüb.